Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız. Səfeh adamlar deyəcəklər, onları üst tutduqları qiblədən döndərən nə oldu? De ki, məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir. Beləliklə biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız. Peyğəmbər də sizə şahid olsun. Biz əvvəl üst tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi.